Salam bir daha. Bu dersimizde biz Airbnb hesabını Payoneer hesabına necə bağlayacağımızı sizə göstərəcəm. Hesab parametrinə daxil oluruq, ödənişlərə daxil oluruq, ödəmə üsulunu əlavə edirik düyməsinə toxunuruq. Aşağıda Payoneer Euro seçeneğini seçirik. Burada yeni hesab da əlavə edə bilərik. Mən əvvəl hesab əlavə etdiyimə görə adım çıxır. Yəni siz yeni hesab əlavə eləyin. Payoneer'də hesab açacağınız videonda əvvəlki videoya baxmış olarsınız. Bu videoya baxırsa yəqin ki Payoneer hesabınız olmuş olar. Ad soyadımızı Payoneer'də necə yazılıbsa elə yazırıq. Hesab növünü şəxsi olaraq qeyd edirik. Doğum tarixini siz öz doğum tarixinizi yazın. Airbnb necədirsə. Adresinizi Payoneer'in adresi necə yazılıbsa elə eynisini yazın. Ki gələcəkdə baş verəcək hər hansı problemlərdən yan qurtarasınız deyə də. Demək, bu yeni hesab açmağa yönləndirirsiniz. Yeni hesab açmırsınız. Buraya tıklayın. Zaten bir hesabınız var düyməsinə tıklayırıq. Payoneer'in şifrə parolunu buralar qeyd edirik. Kullanıcı adı Gmail olan hissədir. Şifrəsi, yəni siz bildiniz, yəqin ki qeyd etmisiniz də. O əvvəlki dərslərdə demişdim. Yəni bu şifrələrimizi biz bir kənara yazırıq da əvvəlcədən ki, heç vaxt itirməyək. Çünki xırda bir səhvlərdə bizə xeyli yubandırır. Bəzən olur ki, həftələrlə çəkə bilir bu məsələlər. Qoy təsdiqləsin. Şifrəmi düz yazmışam, nəsə düzəl. Aha. Hə, məndə telefonda qeydiyyatdan keçdiyi üçün Payoneer hesab proqramı da deyək, Kapital Bank kimi bir proqramdır məsələn. Bu tərəfdə mənə burdan hə və yox düyməsi yazır ki, giriş edən sizsiz. Yəni çox ciddi bir təhlükəsizlik sistemi var bunlarda. Bu olmasa 3D kod göndərir. Hə, əla, məndə keçdi. Hesabına eklədiniz yazıldı məndə. Məndə zaten ekləmişdi. O silib təzədən elədim ki, siz biləsiniz necə bir şey olur. Burada standart ödəmə metodu biz seçəndə orada 3-4 tür ödəniş metodları ola bilər də. Siz bunu seçdiniz. Avtomatik ödənişlər Payoneer'ə keçəcək. Qardaşlar, 2-3 gün gözlənməkdən sonra hər hansı bir problem olmazsa avtomatik şəkildə ödənişlər aktiv olunacaq. Yəqin ki banka sorğu göndərilibdir. Onlar təsdiqləyirlər. Ondan sonra bu əməliyyat tam reallaşır. Ödəmənizi nə zaman alacaqsınız? Yəni bunu dediyim kimi bəzən olur ki, ilk yeni hesab açanda 1 ay, 20 gün çəkə bilər. Mən 3-4 il əvvəl açmışdım hesabı, bəlkə də çox. Hətta mən 3 aydan sonra ala bildim pulu. Yəni o narahat olmayın da, əsas çətinlik bir dəfə pul alana kimidir. İndi ödənişlər yəni bizim etdiyimiz ödənişlərdir. Yəni bunu boş veririk. Yəni biz hər hansı bir yerə gedəriksə, həmin ödənişlər yerindən kartımıza əlavə edib ödənişlər üçün istifadə edirik. Dostlar, bitdi. Bugünkü dərsimiz bu qədər. Yəqin ki gələn dərslərimiz də olacaq. Hələlik.